Vaxtınız xeyir olsun Yurd FM-in dəyərli dinləyiciləri. Siz 90.7 FM-də Yurd FM-də Şəfa Yurdunu dinləyirsiniz. Bilirsiniz ki, hər həftənin 2-ci və 4-cü günləri saat 15-də və 14:30-da bir saatlıq sizinlə bərabər oluruq və müəyyən xəstəliklərə, eyni zamanda da onların müalicə üsullarına toxunuruq. Bugün isə ümumi olaraq uroloji problemlərdən danışacağıq. Qonağımsa uzman doktor, uroloq, androloq və cinsel terapist Vüsal Pirverdiyevdir. Xoş gəlmisiniz doktor. Xoş gördük Türkan. Necəsiz, necə istəyir sözünüzü? Sağ olun, yaxşı, çox sağ olun. İstilər sizə də təsir eləyir doktor, yoxsa mənim qədər eləmir? Yəni hamıya təsir edir, mənə də. Bunu eşitdiyimə sevinirəm, çünki çoxu deyir ki, artıq çəkillərə isti biraz daha çox təsir eləyir, amma elə deyil, hə doktor, mənə biraz təsəlli verir. Doktor, gəlin ilk növbədə başlayaq. Uroloq, androloq kimdir və nə işlə məşğuldur? Belə deyim, uroloq, androloq sidik cinsiyyət orqanlarının xəstəlikləri ilə uğraşan bir uzmanlıq alanında tibbin bir sahəsidir. Burada uroloq olaraq böyrək, sidik hissəsi, prostat, aşağı sidik kanalı orqanı xəstəlikləri ilə uğraşır. Burada məsələn böyrəkdən böyrək daşları ola bilər, böyrəkdə kistalar ola bilər, böyrəyin genişlənmələri falan ola bilər, bu kimi xəstəliklər və xoş və ya bəd xəstəlikli törəmələri ola bilər. Həmçinin bu daşlar sidik kanalında da rastlanıla bilir. Onun dışında sidik hissəsinə aid yenə də eyni şəkildə daş ola bilər, sidik hissəsi daşı, törəmələr ola bilər. Genəldə ən qorxduğumuz sidik hissəsi törəmələridir. Daha çox bəlli bir yaşın üstündə rastlanılır. Onun dışında aşağı sidik yollarının cinsi yolla bulaşan xəstəlikdən tutmuş da yenə dediyim kimi daş və ya xoşbəd xəstəlik törəmələrinə də rastlaya bilirik. Son dövrlərdə bu kişi sonsuzluğu niyə bu qədər artıb? Bəzən deyirlər ki, qidalardandır və yaxud da fast food qidası sonsuzluğa yol açır və s. Düzdür, bunun elmi araşdırması yoxdur. Amma bilmirəm nə dərəcədə mifdir yoxsa. Əslində var, yəni elmi araşdırması var, bəli. Çünki yəni bizim belə deyim, yediyimiz, içdiyimiz təbii bütün şeylər, yəni ağızdan alınan bütün şeylər bu digər xəstəliklərdə də təbii ki biruzə verir, amma güncəl, aktual xəstəliklərin başında gələn kişi sonsuzluğuna təbii ki çox qüvvətli təsir edir. Buna təbii ki fast food qidalanmadan tutun da yəni maye qəbulunun az olması, işte məsələn daha çox siqaret, tütün məmulatlarının istifadəsi, bu sadəcə siqaret deyil, digər nargilə olsun və ya başqa bir şey. Genəlliklə tütün məmulatlarının istifadəsi və ya digər qadağan olunmuş maddələrin istifadəsi, alkol tükətimi, yəni alkoqolun su istifadə tükətimi falan, bunlar təbii ki ən başda gələn faktorlardır. Amma sadəcə qidaya bağlamaq da düzgün deyil. Burada həyat tərzi, digər həyat tərzi dəyişiklikləri də önəmlidir. Məsələn, stres faktorları günümüzdə texnologiya artdıqca özünüz də vurğuladığınız kimi stres faktorları da artır. Yəni bu kimi faktorlar idmanla məşğul olmamaq, hərəkətsizlik falan digər faktorlar da bayağı etkiləyir yəni. Əslində uroloji problemlər deyəndə düşünürük ki, ən çox kişilər sizə müraciət edir, amma qadınlar da uroloqa müraciət edə bilər, düzdürmü? Hansı şikayətlər əsasında məsələn? Elə hər ikisini nəzərdə tuturam, həm qadınlar, həm də kişilər. Təbii ki, yəni qadınlarda da təbii ki böyrək daşları, böyrək törəmələri, kistləri falan ola bilir, sidik hissəsi törəmələri. İşte qadınlarda daha çox, özəlliklə qadınları kişidən ayıran hansı uroloji xəstəliyə daha çox rastlanılır deyə soruşsanız, sistitləri başda götürərəm. Sistit dediyimiz sidik hissəsinin iltihabı xəstəliklərdir və sidik qaçırmalar təbii ki, qadınlarda sidik qaçırmalar ola bilir. Bu zaman uroloqa başvurmalıdır təbii ki qadınlar və bunun da müalicəsi uroloqlar tərəfindən icra olunur. Müalicəsində qısaca deyinim, məsələn dərman vasitəsindən istifadə edə bilirik və ya əməliyyat önərə bilirik pasiyentlərə. Bu da dediyim kimi bu xəstəliyin dərəcəsindən və pasiyentin gördüyü faydadan asılıdır. Bu sidik yolların infeksiyası nə ilə bağlıdır ki doktor? Son vaxtlar çox artıb bu mövzu ilə bağlı şikayətlər. Yəni artıb, təbii ki artıb. Yəni bu belə deyim, üstü qapalı şəkildə deyim, yəni bu insanların rahat şəkildə cinsi əlaqə ilə girmələri ilə əlaqəli, qorunmadan istifadə etməmələri ilə əlaqəli. Təbii ki, yəni bu cinsi yolla keçən xəstəliklər aşırı dərəcədə artıb. Biz təbii ki, pasiyentlər yaxınlaşanda ilk başda analizləri istəyirik, baxırıq, onun nəticəsinə görə müalicəmizə başlayırıq, tövsiyələrimizi də edirik. Amma yəni onun təbii ki önünə keçmək
lazımdır, amma nə dərəcədə keçirik, o da bir sual işarəsidir təbii ki. Professiyanızla tanış olan zaman, bax məsələn mən burada baxıram, uroloq, androloq və cinsel terapist. Əslində bir növ sevindirici haldır. Çünki mən sözünüzü bilmirdim bizdə cinsel terapist var. Sırf ölkəmizi nəzərdə tuturam, amma nə xoş haldır. Ehtimal ki, müraciət edənlər də var. Çünki bu mövzu elədir ki, çox insanların şikayəti var, amma çoxu kompleksə görə müraciət eləməyi düşünmürlər. Ehtimal ki, müraciətlər var. Elə bax bu barədə istəyirəm biraz açıq danışaq. Məsələn, varikosel nədir və kişi məhsuldarlığına nə dərəcədə təsir eləyir? İlk başda cinsel terapiya ilə əlaqəli qısa bir məlumat verim. Cinsel terapiya odur ki, yəni bu vaxta qədər andrologiya ilə məşğul olmaq sadəcə pasientlərin cinsi zəifliyi və ya erkən boşalma kimi cinsəlliklə əlaqəli şikayətlərini bir belə deyim, həkim gözü ilə görürdü. Yəni androloq gözü ilə görüb onu dərman və ya işte bəzi prosedurlar var, onları icra etməklə müalicə etməyə çalışırdı. Amma işin içinə cinsel terapiya da girəndə ki, əsasən gənc xəstələrdə, məsələn 50 yaşın altındakı xəstələrdə belə deyə, genəldə cinsəlliklə əlaqəli sorunlarda altda yatan bir böyük bir xəstəlik olmur. 80-90% olmur. Yəni bir ağır bir şəkərli diabet olmur və ya hipertansiyon xəstəsi olmur, amma psixoloji travma olur, doktor. İşte onu gəlmək istəyirəm. Psixolojik faktorlara bağlı olur genəldə gənc xəstələrdə və burada sadəcə androloq çox da işin öhdəsindən gələ bilmir, açıqca yalan deməyim. Burada artıq cinsel terapiya hissəsi devrəyə girir və sadəcə cinsel terapiya olduqda da çox fayda görməyə bilir pasientlər. Yəni bunların ikisinin kombinasiyası olduqda pasientlər yəni %90'ın üzərində fayda görür. Çünki dediyim kimi psixolojik faktorlara bağlı olur və bunlar partnyor şəklində, ilk başda partnyor şəklində, sonra tək-tək çiftlər və ən sonunda da yenə partnyor terapisi şəklində bir 10-15 seanslıq terapilər təşkil olunur və bunun nəticəsində təbii ki, dəstəkləyici dərman vasitəsində kömək ilə yəni 90-95%'ın üzərində məmnun olurlar pasientlər. Yəni bir seansdan möcüzə gözləmək olmaz. Xeyr, təbii ki. Ən azı nəzərdə tutursunuz, 15 seans deməklə. Ən azı təbii ki, yəni hər bir partnyor 6-8-10 seans gəlməlidir ayrı-ayrılıqda ki, yəni bu terapidən fayda görülsün. Digər ikinci sualınız varikosel ilə əlaqəli oldu. Varikosel əsasən belə deyim, cərrahi bir xəstəlik kateqoriyasına girir. Varikosel nədir? Xayalıq venalarının genişlənməsi deməkdir. Necə ayaqlarda damarların genişlənməsi, varis dediyimiz olay, bu xayallarda, testislərdə, skrotumda olursa buna varikosel deyirik. Bir çox insanda varikosel ola bilir. Yəni bu varikoselin olmağı o demək deyil. Mütləq bir xəstəlik var, müalicə olunmalıdır. Bu arada varikoselin müalicəsi sadəcə əməliyyatdır. Yəni hər hansı bir dərman vasitəsi ilə falan varikosel müalicəsi yoxdur. Bir neçə metod var, skleroterapi falan, amma kəsinliklə önərilmir. Çünki yenidən nüks eləyir və altın standart, qızıl standart əməliyyatdır. Bunu da dediyim kimi nə vaxt əməliyyat edirik? Hər varikoseli olan pasiyentə əməliyyat önərmirik. Varikosel olacaq bir, ikincisi bəlli bir dərəcənin üzərində olacaq, üçüncüsü geriyə axım dediyimiz reflü olacaq, ultrasəs müayinəsində onu görəcəyik, dördüncüsü sperm analizində, spermiogrammada anormallıq olacaq. Yəni anormallıq deyəndə zəifliyi nəzərdə tutulur. Bəli, belə deyim, cütlüklər ən az bir il qorunmasız cinsi əlaqədən sonra nəticəsində uşaq sahibi ola bilmirsə əgər, zaten o vaxt başvururlar. Burada bir il çox önəmlidir. Məsələn, belə deyim, uşaq planlayıblar, amma 6 aydır planlayıblar. Onu biz həmən gəlin əməliyyat eləyək, uşağınız olmur kimi dəyərləndirmirik. Minimum qorunmasız bir il ilişki olmalıdır və ondan sonra artıq əməliyyat açısından dəyərləndiririk. Dediyim kimi bu olacaq, göstərilən varikosel olacaq müayinədə və ultrasəs müayinəsində, fizik müayinədə və ultrasəs müayinəsində, artı spermioqramında anormallıq olacaq. Yəni spermatozoidlərin sayısında, hərəkətində, formasında anormallıq olacaq ki, biz əməliyyat qərarı verək. Əməliyyatı biz ən son metodla edirik bu arada, onu da vurğulayım. Mütləq varikosel əməliyyatı mikroskop altında olmalıdır. Yəni bu vaxta qədər genəldə açıq varikosel əməliyyatı icra olunurdu və hal-hazırda da bir çox yerdə, 90% yerdə açıq varikosel əməliyyatı olunur. Bunu bizi izləyən izləyicilər də deyim. Yəni kəsinliklə önərmirik uroloqlar olaraq.
əməliyyat olacaqlarsa mikroskop altında varikoselektomi əməliyyatı olsunlar. Çünki mikroskopun ən böyük özəlliyi orada əməliyyat vaxtı 2-3 damar deyil də ən az 6, 8, 10 damar bağlaya bilirik və bu nüks, yəni yenidən yaranma ehtimalını azaldır. Bu əsasən hansı yaş aralığında olur doktor? Niyə yaranır görəsən bu varikosel? Varikosel tam bir səbəbə bağlı deyil, yəni bəlli bir bu səbəbdir, tək bir səbəbdir, buna bağlı deyil. Təbii ki, bir çox multifaktorial səbəblər var. Əsasən genetik faktorlar burada böyük rol oynayır. Varikosel 14-15 yaşında bir gənc yeniyetmədə də yarana bilir. O yaşlarda da görə bilirik. Yəni genəldə fiziki olaraq adi bir sıravi insan görüşü ilə bunu demək olarmı ki, məndə nəsə bir anormallıq var. Ora bilərmi ki, bu varikosel olsun? Çünki ayaq damarları bayaq misal çəkdiniz. Normal olaraq görəndən sonra bunu doktora gedir ki, doktor, nəsə damarlarım çıxır, bilmirəm, kabluk geyinməkdəndirmi, ağırlıq qaldırmaqdandırmı? Ona görə soruşuram ki, indi bəylərimizi yəqin qorxu bürüyüb. Bir fiziki müayinə olaraq ilkin özlərində nəsə bir dəyişiklik hiss edə bilərlərmi görəsən? Tabii, bəlli bir dərəcənin üzərində, yəni 3-cü və 4-cü dərəcəli varikoselləri pasientlər özləri müayinə ilə, əl müayinəsi ilə falan görə bilirlər. Bəzən görülür də, yəni o güzgüdə falan görülə bilir. Bayağı böyük olur vena damarları. Amma yəni 1-ci, 2-ci dərəcəli varikoselləri təbii ki, həkim müayinəsində bilinir. Həyati təhlükəsi varmı görəsən damarın gələcəkdə partlaması kimi? Xeyr. Nə həyati təhlükəsi yoxdur və yaxşı yerə toxundunuz. Ən önəmli suallardan biri də pasientlər soruşur, bu cinsi zəifliyə gətirib çıxarırmı? İşte ya da digər erkən boşalma falan yox. Elə bir şey yoxdur. Varikosel sadəcə kişi sonsuzluğu yarada bilir, spermanı etkiləyə bilir. Cinsi zəiflik və ya erkən boşalma digər şeyləri qəti şəkildə etkiləmir. Amma elə ən böyük şeyi etkiləyir əslində doktor. Sonsuzluğa gətirib çıxardırsa bu ən böyük problemlərdən biridir ki, heç bir bəy də əlbəttə ki, bunu istəməz. Mütləq şəkildə də üzərinə düşmək lazımdır. Dəyərli dinləyicilər, siz 90.7 FM-də, Yurd FM-də Şəfa Yurdunu dinləyirsiniz. Uroloji problemlərdən danışırıq. Əgər hər hansı bir sualınız varsa 099 6 907 907 WhatsApp nömrəsinə yazaraq, mesaj şəklində yazaraq, səs atmayaraq mənə göndərə bilərsiniz. Mən də sevə-sevə səsləndirərəm. Doktor, sperma keyfiyyətini yaxşılaşdırmaq üçün kişilər gündəlik həyatlarında nəyə diqqət eləsinlər? Bunun üçün təbii ki, ilk başda həyat tərzi dəyişiklikləri, az öncə vurğuladığım kimi, qidalanmanın ən böyük faktorlardan biridir. Qida lasyonlarına diqqət eləyəcəklər. Siqaret qəti şəkildə qadağandır. Zərərli vərdişlərin bütün məhsulları, zərərli vərdişlər dediyimiz bütün məhsulları qəti şəkildə qadağandır. Alkol istifadə edirsə, təbii ki, tamamilə alkol istifadə etməyəcək deyə bilmirik. Siqaret qədər, bütün məmulları qədər şey deyil, iddialı deyil, amma alkolü də mümkün qədər azaltmaları önərilir. Onun dışında aktiv hərəkətlilik önəririk biz. Sporla məşğul olmaq, təmiz hava, yürüyüş, təbii ki. Yəni bunlara zaten diqqət etsələr pasientlər, inanın ki, yəni sperma keyfiyyətində hərəkətliliyi olsun, sayəsi olsun, bayağı yüksəlmələr olacaq. Doktor, indi sizə bir sual verəcəm, əsəbləşəcəksiniz, böyük yedim, amma məcburam verməyə. Hər zaman müəyyən mövzularda əgər təbii ki, yeri varsa soruşuram ki, Türkiyə çarə üsullara necə baxırsınız? Bəzən özünüz də görərsiniz, sosial şəbəkələrdə məcunlar var, müəyyən adlar altında. Necə baxırsınız? Məcunların hər hansı bir ereksiya problemləri ilə bir həlli varmı sizcə? Yəni, belə deyim, onu mənim şəxsi baxış açımdan əlavə, yəni mənim şəxsi baxış açım çox önəmli deyil. Yəni sonuçta bu çox bir şey ifadə eləmir. Genel bir Dünya Səhiyyə Təşkilatının dediyimiz təsdiqlədiyi bir şeylər var. Urologiyada da guideline-ımız var və orada təsdiqlənmiş preparatlar olsun, dərman olsun, onlardan istifadə edir. Yəni macunlarla əlaqəli təsdiqlənmiş, isbatlanmış hər hansı bir şey yoxdur. Pasientlər soruşur, macunu bir kənara qoyun. Məsələn, İşte bu tərəvəzi istifadə edirəm, bu bitkinin çayını istifadə edirəm, xeyri olarmı, olmazmı? Bir mənalı olaraq cavabım odur ki, bilmirəm. Yəni, çünki həqiqətən bilmirəm. Yəni, isbatlanmış bir şey deyil, ola bilər də demirəm təbii ki, amma olmaya bilər də deyə bilmirəm. Çünki dediyim kimi isbatlanmadığı üçün, bəzən pasient deyir ki, doktor istifadə etdim, amma bayağı faydasını gördüm. Bəlkə də psixolojidir. Ola bilər. Bu da ola bilər. Bəlkə də siz olmaya da bilər. Amma bizim önərdiyimiz bir həkim kimi, uroloq, androloq kimi falan bu macunu istifadə edin ya da bu dərman olmayan bad deyilir genelde. Onları istifadə edin. Kesinlikle önermirik. Əla. Ereksiya problemləri bax neçə yaşdan sonra başlayır? Ereksiya problemləri yəni belə deyim, çox gənc yaşlarda da başlaya bilir ki stres faktorları, bir sürü digər saydığım faktorların artması nəticəsində
yaş bayağı aşağıya enib. Yeniyetmə uşaqları görəsən ola bilərmi doktor? Çünki son vaxtlar mən fikir verirəm. Məsələn, universitetə hazırlaşan uşaqlar, o 10-cu, 11-ci siniflərdə hazırlaşan uşaqlara baxıram, çox stressli, ən xüsusilə oğlan uşaqlarını nəzərdə tuturam. Çox stressli bir həyatları var. İstər-istəməz baxıram, üzlərində də bir dəyişiklik olur, sivilcələnmə və s. yağlanma. Görəsən bax bu yaşdan başlaya bilərmi görəsən bu ereksiya problemləri? Yəni bir kere ereksiya probleminin nə olduğunu bir aydınlaşdırmaq lazımdır. Yəni bir gənc yeniyetmədə bəlli bir 18 yaşın üzərində deyək daha doğrusu, bəlli bir cinsi aktı icra etməyə çalışarkən bir ereksiya problemi yaranırsa, yəni o təbii ki çox ciddi alınacaq bir problem olmur bizim üçün. Çünki bu psixolojik faktora bağlı olur. Yəni keçici olan bir şeydir təbii. Keçici gənclərdə daha çox görülür. Amma yəni bəlli bir düzənli partnyoru olan birisinin, yəni düzənli cinsi əlaqəsi var və hər şey qaydasına getdiyi halda bəlli bir yerdən sonra sorunlar yaranmağa başlayıb. Bunun üçün məsələn yaş önəmli deyil. 20 yaşında da ola bilər, 22 yaşında da ola bilər. O zaman biz artıq onu sorun kimi qəbul edirik. Yoxsa cinsi tərbiyə də çox önəmlidir, hə doktor. Çünki cinsi tərbiyə olandan sonra istər-istəməz bu mövzulara daha necə deyim, adi və normal baxırsan və psixoloji travmalarda düşünürəm ki, bir növ ortadan qalxmış olur. Amma bir neçə il əvvəl mənə bir sizlə maraqlıdır. Siz danışa beynimdə analiz eləyirəm. Bir 20-30 il öncə həmişə deyirdilər ki, filan kəsdə diabet var, birinci dərəcəli ağır diabet var, insulin vurur. Yəqin o sonsuzdur və həqiqətən də hardasa bir 20-30 il əvvəl şəkərli diabetdən əziyyət çəkən kişilərin çoxunda sonsuzluq var idi. Amma hal-hazırda deyərdim ki, artıq bu sıfıra bərabərdir. Çünki hər şeyin şükür Allah müalicəsi var və demək olmaz ki, hə o diabet. Çünki artıq diabeti xəstəlik kimi yox, həyat tərzi kimi baxmağa başlamışıq. Hal-hazırda da insulin dirənci, ikinci tip diabet dəhşətli dərəcədə yayılıb. Yəni artıq həyat tərzimizə çevrilib. Görəsən hal-hazırda bax bu ereksiya problemlərinə diabetin hər hansı bir təsiri hələ də qalıbmı? Bəlkə mən səhv bilirəm. Tabii, yəni diabet eşitdir genəldə ereksiya problemi yaradır. Yəni əvvəllər də yaradırdı, indi də yaradır. İkinci tipdə mi görən yaradır? Gələcəkdə də yaradacaq, təbii ki. Yəni ikinci tip də yaradır, birinci tip də yaradır. Sadəcə dəyişən nədir? Bizim müalicə metodlarımız. Yəni istəyirsiniz ilk başdan deyim. Məsələn, biz cinsi zəifliklə gələn pasiyentlərə İlk başda dərman terapiyası başlayırıq. Dərman terapiyasının yanında mən özüm cinsel terapi də başlayıram. Gənc xəstələrdə genəldə yanaşı xəstəliklər olmayan, dediyim kimi diabeti və ya təzyiq xəstəliyi olmayanlara dərmandan və cinsel terapiyadan bayağı fayda görürlər. Az öncə vurğuladığım kimi 90-95%. Geri qalan bəzi xəstələr olur ki, bunlardan fayda görmür. O zaman biz ikinci etap müalicəyə keçə bilirik. Bunlar arasında nə var? ESVT tedavisi dediyimiz elektroşok zərbə terapiyası icra edirik. Məsələn, bu penisə, kişi cinsiyyət orqanına fərqli, bəlirli bir bölgələrdən şok zərbə terapiyaları veririk. Bir seans 15-20 dəqiqəlik bir seans olur və pasiyent bir minimum 6-8 seans gəlməli olur. Bu 2 ildən bir təkrarlanır təbii ki. Bunun isbatlanmış bayağı müsbət nəticələri var. Burada damarlanmanı, sinirlənməni artırır və kök hüceyrə axınını artırır kişi cinsiyyət orqanı və sərtləşməyə bayağı faydası olur. Digər ikinci metod terapilər arasında PRP dediyimiz platelet rich plazma, yəni bu trombositlərdən zəngin plazma deyirik buna. Bunu pasiyentdən qan alınır, venadan qan alınır və bunu özəl bir sentrifuqa cihazına qoyuruq. Orada bizim üçün plazma hazırlayırıq, özəl xüsusi plazma hazırlayırıq və biz bunu kişi cinsiyyət orqanının içinə enjekt edirik. Səhv eləmirəmsə elə bax bunu üzə də müəyyən estetik prosedurlarda eləyirlər. Tabii. Estetik metodlarla istifadə olunur. Təbii ki, bu kişi cinsiyyət orqanında da faydası var və vakuum cihazları falan da var təbii ki. Onlar da ikinci etap müalicələr arasındadır. Və üçüncü etap, ən son diabetə gəlirəm. Kişi cinsiyyət orqanına penis implantasiya əməliyyatı, protez implantasiya əməliyyatıdır. Bunu nə vaxt icra edirik? Bunu bəlli bir yaşın üstündə olan və heç ereksiyası olmayan pasiyentlərə icra edirik. Bu genəldə diabet xəstəsi ola bilir, tansiyon xəstəsi ola bilir və ya prostatla əlaqəli bəzi xəstəliklər var. Onun əməliyyatı. O zaman irəli yaşda, düzdürmü? Əslində gənc yaşlarda da ola bilir, amma məsələn diabetdirsə ağır, iləri dərəcədə diabetdirsə, yəni heç cinsi ereksiyası olmur
bu pasiyentin. Yəni onu biz diaqnozunu qoymalıyıq. Təbii ki, bəzi görüntüləmə metodları da var. Burada ultrasəs müayinəsindən falan da istifadə edirik. Orada kişi cinsiyyət orqanının qanlanması pozulub. Yəni heç sərtləşməsi olmur. Onun diaqnozunu qoyandan sonra biz artıq, yəni bu xəstələr nə dərmandan, nə ikinci etap müalicədən heç birindən fayda görmürlər. Bu artıq protez implantasiyası icra olunur. Təbii ki, bizim tərəfimizdən icra olunur. Bunun gəlin belə eləyək, doktor. Bu protez implantasiyasından sonra nələr baş verir? Xəstə həyata necə dönür? Bunu qısa aradan sonra deyək. Hər birinizi bir daha salamlayırıq, dəyərli dinləyicilər. Siz 90.7 FM-də, Yurd FM-də Şəfa Yurdunu dinləyirsiniz. Bugün ümumi olaraq uroloji problemlərdən danışırıq. Qonağımsa uzman doktor, uroloq, androloq və cinsel terapist Vüsal Pirverdiyevdir. Doktor, buyurun, qaldığınız yerdən davam edin. Bəli, kişi cinsiyyət orqanı protez əməliyyatından danışırdıq. Bu protez əməliyyatları təbii ki, pasiyent dəyərləndirilir ilk başda. Bu pasiyentin dəyərləndirilməsindən sonra protezin növünə qərar verilir. Protez, iki cür protezimiz var. Yəni bükülə bilən protez, buna iki başlı protez deyilir. Bir də şişirilə bilən protez, üç başlı protez deyilir. Bunu xəstə özü seçə bilirmi, doktor? Təbii ki, yəni bunun belə deyim, maliyyətləri də fərqli olur və pasiyentin genel durumu, bir anlama durumu falan belə bir şeylər də olur. Məsələn, atıram, çox yaşlı bəzi xəstələr olur, biraz da genel durumu da yaxşı olmur. Yəni o bükülə bilən protezlər daha çox tərcih olunur o vəziyyətdə. Bəzən daha gənc olur, yəni daha kullanışa uyğun olur və üç başlı, yəni pompalı, rezervuarlı protezlərdən istifadə edə bilirik. Çünki pasiyent özü də o yöndə istəyir. Yəni bu şəkildə əməliyyatları icra edirik. Belə. Doktor, bu məsələn biz ereksiya problemlərinə də toxunduq. Bunlara da bax, məsəl üçün əgər pasiyent sizə müraciət eləmək istəyirsə, onları nə gözləyir? Bunun üçün hər hansı bir necə deyim, analiz mütləqdirmi? İlk bax seansda nələr danışılır? Nələr istənilir xəstədən? İlk başda pasiyentlə təbii ki, söhbət edirik, danışırıq. Anamnez bütün tibb sahəsində olduğu kimi bizim sahədə də anamnez almaq, xəstədən söhbət etmək ən önəmli tanı metodumuzdur bizim. Nə vaxtdan bəri başlayıb şikayətiniz, necə olur, nə qədər sıxlıqda olur, yanaşı xəstəlikləriniz varmı, daha öncə əməliyyat olubsuzmu və s. və s. istifadə etdiyiniz dərmanlar falan bir çox suallar veririk pasiyentə. Ondan sonra gəlir fizik müayinəmiz. Fizik müayinədə pasiyenti müayinə edirik. Təbii ki, bəzi bəlli xəstəliklərə yönəlik müayinə edirik. Bir urolojik müayinə edirik. Yəni bir uroloqa baş vuran pasiyenti də qalxıb ağciyərlərini dinləmirik. Belə. Ondan sonra gəlir bizim laboratuvar və görüntüləmə metodlarımız. Laboratuvar metodlardan qan analizi, CD analizi, sperma analizi bunları istəyə bilirik. Bəzən cinsi yolla bulaşan xəstəliklərlə gələndə biz axıntısı olan pasiyentlərdən axıntı kültürü falan istəyə bilirik. Bu şəkildə. Cinsi zəifliyi olan pasiyentlərdən təməl analizlərimiz var. Onları istəyirik. Çox detaylı, geniş ehtiyac olmur. Təbii ki, bu pasiyentdən pasiyentə dəyişir. Məsələn, şəkər xəstəsidir. Son bir ildə şəkəri görməyibsə, təbii ki, ondan bir acılı glukozu falan istəyə bilirik. Şəkərlə falan yönək. Amma genəldə standart analizlər arasında çox detaya girmirik. Standart bir analizlərimiz var. Onun dışında geridə qalır görüntüləmə metodlarımız. Görüntüləmə metodlarımızda standart bir uroloq-androloqa baş vuran pasiyentə urolojik ultrasəs müayinəsi ilə başlayırıq. Burada böyrəklər, CD kisəsi, prostat, CD axarları bunları dəyərləndiririk. Ondan sonra gərəkərsə işte tomoqrafi, MRT falan daha detaya girə bilirik. Əla. Əsas odur ki, doktor, beni rahatlatmaq üçün bir daha soruşuram dinləyicilər. Yəni, şəkərli diabetdən əziyyət çəksə belə, rahat şəkildə müalicəsi var da, düzdürmü? Tabii. Yəni, bu dəqiqə urologiya və andrologiya ilə əlaqəli müalicəsi olmayan xəstəlik yoxdur. Əla. Bu çox yaxşı, sevindirici bir xəbərdir. Prostat adenoması və prostat xərçəngindən istəyirəm biraz da danışaq, çünki vaxtımız məhduddur, amma mənim suallarım çoxdur. Necə aşkarlanır, müalicəsi necə aparılır? Belə deyim, prostat kişilərdə olan bir orqandır, vəzidir. Bu CD kisəsinin həmən çıxacağında yerləşir. CD kanalının ətrafını saran bir orqandır. Şabalıd böyüklüyündə təxmin olaraq bir orqandır. Prostat əslində çoxalma vəzisidir, yəni reproduktiv bir vəzidir, belə deyim. Prostat vəzinin böyüməsi iki cür ola bilir. Xoş xassəli böyüməsi və bəd xassəli böyüməsi ola bilir. Bu, genəlliklə prostat vəzinin böyüməsi 40 yaşın üstündəki kişilərdə biz rastlayırıq. Xoş və ya bəd xassəli, ikisi də ola bilər təbii ki 40 yaşın üstündə.
Onun altında genelliklə rastlanılmır. Bunun əlamətləri necə ola bilir? Sidiyə tez-tez getmə, sidiyə gedərkən damla-damla getmə, kəsintili sidiyə getmə, sidikdə haçalanma, sidik hissəsini tam boşalda bilməmə hissi, yəni sidik ifrazını bitirdikdən sonra geridə sidik qaldığı hissiyatının olması, gecələri tez-tez sidiyə oyanma və s. kimi əlamətlər ola bilər. Təbii ki, spesifik olmayan əlamətlər də ola bilir. Məsələn, sidikdə qan görülməsi falan belə bir şey də ola bilir. Biz bu şikayətlərlə gələn pasiyenti bu səfər prostata yönəlik analizlər istəyirik. Məsələn, burada 40 və üstü bütün pasiyentlərdə PSA analizi görməliyik biz qanla. Prostata spesifik antijen dediyimiz bir analiz var. Həm totalını, həm sərbəstini bunu mütləq baxırıq. Çünki bu yüksək olması, PSA analizlərinin bəlli bir dəyərin üstündə olması artıq bizə siqnal verir ki, prostatın bədxassəli bir törəməsi ola bilər, ehtimal var. Yüksək olarsa, təbii ki, biopsiya falan alına bilir prostatdan diaqnozu qoymaq üçün. Amma genəlliklə prostatın böyüməsi 90% hallarda xoş xassəli olur. Bu əlamətlər də xoş xassəli prostat böyüməsinə aid olur genəldə %90. Bunun da həm dərman vasitəsilə, həm gərəkirsə əməliyyatla müalicəsini icra edirik. Bax, siz dediyiniz simptomlara mən qulaq asıram, daha doğrusu əlamətləri. Məsələn, deyirlər ki, məndə də kişilər nəzərdə tuturam, parça-parça sidiyə getmək var və s. Və nəticədə uroloqa, androloqa müraciət eləməkdənsə aptekə yaxınlaşırlar ki, doktor, böyrək daşımı düşürdürəm, mənə bir uroloji çay ver. O da verir, amma düşünürəm ki, daha sonra da bunun çox pis fəsadları var. Nə deyə bilərsiniz bax bu barədə bir həkim olaraq? Çünki mən çox insanların şahidi oluram. Baxırsan ki, belə qarın boşluğunu tutur və çox dəhşətli ağrılar çəkir. Deyirsən, nə olur? Bir rahat şəkildə deyir ki, böyrək daşımı düşürdürəm. Heç bir problem yoxdur. Bir neçə saatdan sonra məndə bu illərdir var. Daha sonra keçir gedir. Bu nə dərəcədə düzdür ev şəraitində belə müalicələr? Yəni, təbii ki, mənim deməyimlə bir şey düzələcəkmi, düzəlməyəcəkmi, onu da bilmirəm. Pasiyent, ora gedən pasiyent özü də zaten yanlış olduğunu bilə-bilə edir. Təbii ki, bilir yəni, bunu uşaq deyil sonuçda. Etməməlidir. Yəni, qısaca etməməlidir. Təbii ki, bir sıxıntısı, sorunu varsa, həmin sahənin uzman həkiminə bir müayinə olunmalıdır. Yəni, bir əlamət, hər bir əlamət bir spesifik bir xəstəliyə bağlı olmur. Yəni, atıram, məsələn, sidiyə tez-tez getmə, mən sidik yolu infeksiyası keçirmişəm anlamına gəlmir hər zaman. Tamamilə fərqli bir xəstəlik ola bilər. Yəni, bədxassəli bir törəmə də ola bilər, daşa bağlı da ola bilər. Yəni, sadəcə sadə sidik yolu infeksiyasına da bağlı ola bilər. Onun üçün bir həkim müayinə etməlidir. Dediyim kimi, az öncə vurğuladığım kimi analizləri görməlidir, diaqnoz qoyulmalıdır, ondan sonra müalicə olmalıdır. Yəni, diaqnoz qoyulmadan birinci diaqnoz qoyulur, sonra müalicə olunur. Amma bizdə müalicə alır, sonra faydasını görmədikdə təzədən sonra diaqnoz qoyulur. Ən fiqətdə həkimə müraciət edir. Biraz tərsin olur. Doktor, son olaraq, məsələn, bol su içmək uroloji sağlamlığa necə təsir eləyir? Bax, bu barədə istəyirəm məsləhət verirsiniz. Təbii ki, bizim qidalanmaqla əlaqəli ilk önərimiz sudur. Yəni, bu böyrək daşı ilə əlaqəli də olsun, sidik yolları infeksiyası ilə də olsun, prostat böyüməsi ilə də əlaqəli olsun. Biz bütün xəstəliklərdə su önəririk. Yəni, pasiyentlər əgər çox ciddi bəzi xəstəlikləri yoxdursa, məsələn, böyrək yetməzliyi və ya tək böyrəkli falan deyilsə, təbii ki, o dediyim istisnalar dəyərləndirilir təbii ki. Normal bir pasiyent gündə 2 litr yarımın altında olmamaq şərti ilə, hətta bu 3 litr yarım da ola bilər. Yay aylarında daha da artmalıdır. Çünki işte hava şəraitinə əlaqəli tər yolu ilə də biz maye itiririk. 2 litr yarımın altında olmaması şərti ilə su, sadəcə su. Yəni buna çay, kofe aid deyil. Elə sualı verəcəkdim mən də. Bizdə o dəqiqə deyirlər ki, doktor, onsuz da çay içirəm də. Yəni çay su demək deyil. Yox, sadəcə su. İnanın, mənə suyu da soruşublar ki, hansı suyu içim, nə suyu içim? Mən dönüb demişəm, yəni bilmirəm, mənim əlimdə elə bir metod yoxdur ki, hansı suyun keyfiyyətli olduğunu bilmirəm. Sadəcə keyfiyyətli su için, yəni normal su için. Təbii ki, kran suyu olmayacaq, qaynanmış su olmayacaq, dediyim kimi çay, kofe olmayacaq, təmiz ağ su olacaq, amma artıq hansını içməyə o pasiyentlərə qalmış bir şeydir. Amma əsas odur ki, düzgün qidalanaq və bol su rutində mütləq şəkildə diqqət eləyək. Mütləq, ən önəmlisi. Doktor, bugün təəssüf ki, vaxtımız biraz məhduddur. Yarım saat ərzində bizimlə birlikdə oldunuz, amma sizin sayənizdə müəyyən problemləri dinlədik və həmçinin də onların müalicə üsullarını dinlədik. Təşəkkür edirəm gəldiyiniz üçün. Dəyərli dinləyicilər, bir də xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Şəfa yurdunu dinlədiniz. Bugün uroloji problemlərdən danışdıq. Həkim qonağımsa uzman
uzman doktor, uroloq, androloq və cinsel terapist Vüsal Pirverdiyevdir. Əgər həkimin əlaqə nömrəsini istəyirsinizsə, o zaman 099 6 907 907 bizim WhatsApp nömrəmizə yazaraq bizə müraciət edin. Biz də sizə sevə-sevə göndərək. Elə buradan bizim dəyərli həkimlərimizə də səslənirəm. Əgər 90.7 FM-də, Yurd FM-də Şəfa Yurdunun qonaq olmaq istəyirsinizsə, o zaman siz də 099 6 907 907 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər həftənin ikinci və dördüncü günləri saat 15-də və 14:30-da bizi dinləməyi unutmayın. Hələlik.